Getdik. Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Xoş gördük hər birinizi. Avtosaz bu dəfə maraqlı bir mövzu ilə, aktual bir mövzu ilə qarşınızdadır. Burada təbii ki, söhbət avtomobillərin ehtiyat hissələrindən gedir ki, biz bilirik ki, bəzən ehtiyat hissələri biz nə qədər istəsək ki, satış yerindən gedib o ehtiyat hissəsini alanda deyirik ki, satıcıya 5-10 manat artıq olsun, amma əsas odur ki, mən orijinal ehtiyat hissəsi istəyirəm. Düzdür, biz inandığımız yerdən bəzən o ehtiyat hissəsini alıb gətiririk, amma stüdiyoya gətirib çıxardanda məlum olur ki, həmin ehtiyat hissəsi sən demə bizim fikirləşdiyimiz kimi, bizim inandığımız kimi orijinal deyil və burada padarjinaldır və ona görə də bizim nəticədə bir neçə aydan sonra biz məcburuq ki, həmin ehtiyat hissəsini bir də dəyişək. Biz burada söhbət əsasən ən çox bizim qarşılaşdığımız, yəqin ki, Fərəməz bizlə razılaşar ki, ən çox burada yağ filtrləridir, ümumiyyətlə alışdırıcı şamlardır, elə mühərrik yağlarının özüdür, sürətlər qutusunun yağının özüdür və buna bənzər biz tez-tez istifadə etdiyimiz bu məhsullardan gedir ki, bu məhsulları biz padarjinalı ilə bazarda çox qarşılaşırıq və təbii ki, mühərrik o sözün əsas kökü mühərrikdirsə, burada xüsusilə diqqətli olmaq lazımdır, çünki biz qat-qat artıq xərcə düşə bilərik. Nə etməliyik? Ehtiyat hissəsi alanda, xüsusilə də yağ alanda, ondan sonra belə deyək də, əyləc qəlib alanda, alışdırıcı şam alanda, mühərrik yağının filtrlərini alanda biz nəyə diqqət eləməliyik və orijinal məhsulu necə bilməliyik? İndi onu bizə Fərəməz usta danışacaq. Xoş gördük Fərəməz, bir daha özünü təqdim elə və nömrəni də deyərsən ki, elə ehtiyac olarsa, Yasamalda, Şərifzadədə ayrı bir televiziyasının üzbəüz yerləşir Fərəməz qardaşımızın obyekti. Burada avtomobillərə aid bütün ehtiyat hissələri var. FF Avto. Bəli. Öz mobil nömrəsi zəhmət olmasa qeyd edin. 050 483 6303. 6303. Fərəməz, bizim qarşımızda bir çox məhsul var. Burada biz qeyd etdiyimiz kimi yağ filtrləri var burada. Əyləc qəlibi olmalıdır, səhv eləmirəmsə. Bir də burada mühərrik yağı var. Başlayaq elə mühərrik yağından. Başladıq. Göstər. Mühərrik yağından. Burada məsələn motorda yağ yemə, motorda vurma, məsəl üçün belə deyək də, tüstüləmə ən çox nədən baş verir? Demək, yağın keyfiyyətsiz olmağı, bir də ki, o avtomobil üçün olub-olmamağı məsələsi var. Yəni, avtomobil mühərrikə uyğundur yoxsa? Uyğundur yoxsa yox, hə. Yəni, orada o şey deyil ki, necə deyim sizə, belə deyək də, bu ümumi bu maşın üçündürsə, götürün bu yağı tökün, bu maşın üçün deyilsə, öz maşının öz yağı hansıdırsa onu tökmək lazımdır. Şərt deyil ki, bu yağ məsələ keyfiyyətli yağdır, aparım onu tökün maşına. Öz yağı deyəndə yenə deyirəm, burada söhbət mühərrikin, yəni texpasportda da o mühərrikin tələb etdiyi o kodla dəstəklədiyi Bəli, dəstəklədiyi məsəl belə deyək də, alıcı deyir ki, mən eşitmişəm ki, falan markalı yağ daha keyfiyyətlidir. Markaya üstünlük verilir. Elə bilirlər ki, daha yaxşı, daha bahalı mən yağ alsam, mənim avtomobilləri ki, o deyil. Xeyr. Elə bahalı yağ var ki, heç o maşının belə deyək də motoruna, onun içindəki hissələrinə heç aidiyyatı olmayan bir şeydir. O yağı ona tökməyin heç bir mənası yoxdur. Yəni o yağı, məsəl üçün ona düşən yağ, texpasportda göstərilən yağ hansı yağdırsa o tökülməlidir. Hansı kodlansa, dopskuna hansı dəstəkləyirsə o yağ tökülməlidir. Bir də Fərəməz, mən ümumiyyətlə bu yağ məsələsində bir də bir şey eşitmişəm. Burada bir paradoks məsələ var. Məsələn, deyirlər ki, avtomobilin artıq mühərrikxanasında da texpasportuna, sənədində də konkret olaraq göstərilib ki, bu mühərrik məsələn 5-30 yağ dəstəkləyir. Dopskudakı indi fərqli orada müəyyən o kodları var. Amma bəzi ustalar deyir ki, maşın mühərrik istifadə olunubsa 100 min gedibsə maşın, gətir bunu 5-40 ilə dəyişək. Nəyə görə deyirlər? Bu nədir mən başa düşə bilmirəm. Yəni, amma bəzi ustalar da deyir ki, bu inandırıcı deyil. Motorun içindəki detallar işlənir, getdikcə yeyilmə gedir onlarda. Aşınma məsələsi. Bəli. Onlarda yeyilmə gedir. Və aralarında zolaqlar yaranır. Yəni o gözlə görməyəcək dərəcədə o şeylər yaranır. Problemlər də belə deyək. Məsamələr, aşınmalar və s. O biraz keçir, maşın probegi də keçir. Çox işlənir, baxın bu detal. Bir var az işlənsin, bir var çox işlənsin. Ona görə də ki, qardaş, bunu yavaş-yavaş mən ona razıyım. Mənim fikrimcə düzdür. Mənim fikrimcə. Amma bəzi ustalar da deyir ki, elə şey yoxdur. Əvvəldən 5-30 bunu zavod bunu məsləhət görürsə ki, bu mühərrik 5-30-dan istifadə olunmalıdır. Deməli, axıra kimi də 5-30-dan tökülməlidir. Yox, məncə 100 mindən sonra 5-40-a. Orada hətta ustalar deyir ki,
Bu 5.30 ilə 5.40-ın fərqini belə izah edirlər ki, 5.30 daha durudur yağ, 5.40 bir qədər qatıdır. Bəli. Mühərrik də çatdıra bilmir Bəs onu. ona görə də elə tökürlər. Müəyyən müddətdən sonra niyə 100 mini keçəndən sonra Hyundai Kia avtomobillərində stakanlarında niyə səs yaranır? Bu məsələyə görə. Bəli. Çünki vaxt probek getdikcə yağın qatılığını artırmaq lazımdır. Çünki içindəki detallar yeyilmə gedir. İçindəki detallarda yeyilmə gedir. Bəs fikir verirsiniz, məsəl üçün, Hyundai Kia'larda niyə 100 mindən sonra motor koysovat olunur? Nəyə görə? Fikirləşirsiniz ki, yağa görə. Təbii ki. Yağ seçimi düzgün olmur. 100% şəkildə. Əslində bu biraz müqayisəli məqamdır. Müqayisəli məqam deyəndə burada hər kəsin fikrinə hörmətlə yanaşırıq, amma indi bunun sübut olunmuş versiyası da var ki, əslində onun bir mütəxəssislər şərh bölməsində daha sırf avtomobilin motor mühəndislərindən söhbət gedir ki, fikirləşirəm ki, mühərrik mühəndisləri bu məsələdə bəlkə də bir qədər o əsas o faktlarla göstərsələr ki, nəyə əsaslanıb deyirlər ki, 5.30-dursa axıra kimi 5.30-la davam eləmək lazımdır. Bəziləri elə Fərməz qardaşımızın dediyi kimi, yox 100 mini keçəndən sonra mütləq şəkildə yağı bir qədər qatılaşdırmaq lazımdır. Yəni bu məsələ, bu mövzu bir qədər uzanır. Biz yağı qatılaşdırmaq və ən azından 5 yağ dəyişmədən sonra nasosu açılmalıdır, nasosun içi təmizlənməlidir. Yəni yağı qaldıran əsas bəli, nasosun içi təmizlənməlidir. Çünki nəyə görə? Maşın keçir qalın qatı yağa, bildiniz necə? Onu nasosunu çatdırıb qaldırmaq. Ay sağ ol. O nasos 5 dəfə, 4 dəfə yağ dəyişmədən sonra hər dəfə elə bir ki 5 dəfə keçib də yağ dəyişmə. Açdırıb nasos təmizlətdirməlisən. Həm yağın keyfiyyətinə baxmaq üçün tökdüyün yağ nədir? Orada naqarlar çoxdursa, bu deməkdir ki, sən tökdüyün yağ yəni indiyə kimi nasos naqruskada işləyir. Həm də ki, bu 5.30-dan keçirsən 5.40, məsələ 10-40, elə deyil. Yavaş-yavaş probegi çoxaldıqca, maşın köhnəldikcə artırırsan da. Məsəl üçün, məndə belə deyək, müştərim var, 2012-nin Chevrolet Aveosunu sürür. Hamı onu deyir ki, məsələ 5.30 tök. Ondan ikinci ildir ki, ona 10-40 verirəm. Probegi çoxdur maşının. 700 min probegi var. 10-40 verirəm. Bəli. Heç bir problem də yaranmır. Hələ motoru da açılmayıb. Fikirləşirsiniz ki, 700 min getmiş avtomobil, yürüyüş olan avtomobilə götürüb 5.30 verim tökmür. Ay, sağ ol qardaş. Çünki orada məsəl mühərrik o deyil də, yəni. Bəli, məntiqlə fikirləşək də, bunu götürmüşük, biz tökmüşük. O işlənmiş detal, bütün gün işləyirdi o detal. Elə deyil, bir-birinə sürtürdü o detal. Sürtülüb orada artıq ay, sağ ol. Aşınmalar yaranır. Çünki istər-istəməz detal keyfiyyətdən ölür, dəyir bir-birinə. Niyə o səs yaranır? Fikir verirsiniz də, Hyundai Kia'larda olur da ən çox bu səslər. Yağlanma düzgün getmir. Bəli. Səhər-səhər xotlayanda, mən öz Hyundai'min 60 min probegi var. Onunla vaxtsa çəkərik sizlə bir yerdə. 60 min probegdə 5.30 yağ tökürəm ona bugünkü gündə. Səhər-səhər ki onu xotlayaq, düzgün eləmirəm 5.30 tökürəm, keçəcəm 5.40-a. 60 min probegdə maşını keçirəm 5.40-a. Nəyə görə? Onu xotlayan kimi səhər-səhər çıx-çıx səs gəlir. Doc motordur yoxsa gediyor? Doc motor. Doc motor. Xüsusilə də o səsi... Ay, sağ ol. O səsi... Amma əslində 60 min probeg nədir ki? Heç nə. Elə deyil. Fərməz, bu mövzu mübahisəli məqamdır, mübahisəli mövzudur. Bununla saatlarla biz danışa bilərik, faktor göstərə bilərik. Biz ən yaxşısı qısası olaraq tamaşaçılarımız bizdən gözləyir və nəyi mühərrik yağının seçimində biz nəyə diqqət eləməliyik, yağ seçimində orijinal yağı biz necə bilməliyik? Orijinal yağ belə bir şey deyək də, alanda yağı diqqətli olun. Bu döymələr, burada döymələr var. Siz kamerada görsənirmi, baxın. Üzərinə işləmədən gedir söhbət, dəmirə işləmədən. Bəli, bax, döymələr var. Bax, o mən sizə sonra, burada bax, belə bir kağız var. Fikir verirsiniz. Yəni onu İndi bəzilər deyəcək ki, Fərməz, kağızı yapışdırmağa... Yox, qustar yolla, belə deyək də, və malın üzərində QR kod olmalıdır. QR koduna diqqət olunmalıdır ki, bunun məsəl üçün də, bunu aparıb heç bir qustar yerdə düzəldən adam bunu döydürə bilməz bura. Məlum məsələdir. Üstəlik bunun üzərindəki bu artıq bu eyniləşdirmə nömrəsinə tanıdanda telefonda artıq məhsulunuzu çıxmalı. Bəli, 100%. Əgər burada tanıdanda siz həmin məhsul internetdə Google üzərindən qarşınıza çıxmırsa, deməli bu məhsullar şübhələnməyə dəyər. Həm də ki, belə deyək də, onu da işləyirlər. Onu da işləyirlər. Bəli, onu da işləyirlər. Ona görə bu birisi detallara fikir vermək lazımdır. Bəli, o detallara fikir vermək lazımdır, belə deyək də.
o plasmas qablarda ən çox burada qatlar olur. İndi bunda yoxdur, düzdür. Amma plasmaslarda qatlar. İndi Amma qısası bax biz orijinal yağı necə olmalıdır? Xırda bir-iki nüansdan danışdıq. İndi orijinal olmayan yağı göstərəcəyik. Orijinal olmayan yağ belə bir şeydir. Belə Gəlməz göstərsin. Bunu Liboy adam yəni biz evdə də düzəltmiyorlar. Adını göstərmirik. Hə, adını göstərmirik. Yəni bunu evdə də düzəltmiyorlar. Plasmas qabda alırsan, bir dənə bura yapışdırırsan bunu, bir dənə də bura reklam yapışdırırsan, oldu yağ. Biraz da PR-ını aparsan, Hə. o elə raskotqa eləsən, sonra bu yağ daha çox satılacaq yəni. Yəni məsələ burası nədir ki, yağın firmasına bizdə ən bu xoşa gəlməz məqam birisi nədir? Əziz izləyicilər, burada əksəriyyətimiz, mən özüm də avtomobil idarə edirəm, mən də sürücüyəm. Keçən ilə qədər mən də yağ almağa gedəndə mağazadan soruşduğum birinci markaydı. Falan markalı yağdan var sizdə. Fikirləşmirəm ki, mənim maşınımın mühərriki bu yağı dəstəkləyirmi? Bu yağ doğrudan da mən düzgün mü seçim eləmişəm? Yəni firma, marka burada şərt deyil. Burada əsas şərt sənəddə göstərildiyi kimi koddur, burada koddur. O koda uyğun biz yağ seçməliyik ki, biz yağ və əvvəldən maşına nə yağ tökülübdürsə, nə yağ töküblərsə, nə yağ tökülübdürsə o olmalıdır əvvəldən. O da o yağdan tapa bilmirsənsə, amma gərək necə deyim? Heç olmasa ona yaxın bir yağ. Ona yaxın bir yağ, həm keyfiyyətindən əmin olduğum bir yağ olmalıdır. Mən 1 il, 2 il dayanmadan keyfiyyətli yağ istifadə eləmişəmsə, sonradan birdən-birə düşürəm 10-15 manatlıq yağa, artıq o problem deməkdir. O cür problem demək. Digər bir məsələ, yağın mühərrik yağlarında əsas rol oynayan ehtiyat hissələrindən biri də təbii ki, filtrdir. Yağın mühərrikin o filtrindən gedir söhbət. Bəzən məsələn deyirlər ki, bunu yağda da deyirlər, elə filtrdə də deyirlər ki, üzərinə Hyundai yazılıbsa və ya Kia yazılıbsa, bu Kia'nın özünündür, bu orijinaldır, bunu istifadə eləsəz uduzmazsınız. Biz nətərdir? Burada Kia və yaxud Hyundai hər hansı filtr istehsalı ilə məşğul deyil bu zavodun özü və yaxud da yağ istehsal eləmir. Onlar belə deyək də bir-biri ilə müqaviləli şəkildə işləyən o firmalardır, zavodlardır ki, o deyir ki, sifariş verir ki, məsəl üçün həmin firmanın üzərində təbii ki, burada kommersiya məqsədli müəyyən məsələlər var. Yəni üzərində Kia yazılıbsa bilməyin ki, bu sırf o Kia'dan ötürü nəzərdə tutulub. Yəni bu orijinal olması demək deyil. İndi orijinal və padarjinal filtrlərdən danışacağıq, onu göstərəcəyik. Buyur Fərməz göstərək həmin orijinal və padarjinal məsələsi. Bu yağı belə bir şeydir. Gələk kağız filtrlərdən başlayaq. Birinci şeyindən başlayaq, necə deyim? Bu orijinaldır yoxsa bu? Xeyr. Bu burada göstərirəm. Fikir verirsiniz. Gəl yaxından göstərək. Görürsünüz. Burada hərflərin yazılışına fikir verin. Elə bil ki, əllə olub bunlar hamısı. Elə bil ki, bunu printerdən çıxardıblar. Printerdən çıxardıblar, vurublar onun üstünə. Bu tərəfində də baxın heç bir yazı yoxdur. Ay sizə o. Amma burada əsas o kommersiya məqsəd dediyimiz nədir? Baxın, Hyundai və Kia'nın embleması buradadır. Yəni Zanşok buradadır və bu sizə aldatmasan ki, burada Hyundai Kia varsa bu orijinaldır. Yox, amma yəni elətdirmək olur. Satıcı deyir ki, orijinal deyil, özü deyir. Amma təbii ki, alıcıya da təklif edir satıcı ki, bax qardaş, məndə orijinal da var, padarjinal da var. İstəyirsənsə 5 aşağı 5 var, bunun qiyməti budur, bu ikisinin də qiyməti budur. Alırsansa, daha yaxşı məhsul istəyirsənsə 10-15 manat və yaxud bir qədər artıq verib daha yaxşısını almaq istəyəcəksən. Amma sən istəmirsən, sənin üçün heç bir fərqi yoxdursa, deyəcəksən ki, bəli, aparın, qoyun maşının üstünə getsin. İndi orijinal göstərək. Bu orijinal, görürsünüz bu yazıları. Bir qədər yaxından göstərək, kameradan görsənsin. Tam orijinal. Fikir verirsiniz, artıq bu işləmi ilə bu məhsulun üzərinə işlənib, o kodlar. Baxırsınız, baxın, fikir verirsiniz. Burada artıq o kodlar var. Bu, elə məhsulun özünü də əlində tutanda hiss edirsən ki, orijinalla padarjinal elə kənardan da görsənir, qardaşlar, baxın. Yəni, bu vizual baxımdan da, o üstündəki Fərəməzin dediyi o xırda detallara baxmasınız belə, məhsul əlində tutanda artıq hiss edirsən ki, söhbət nədən gedir də. Bir də ki, bu dəmir filtrlərdə. Ən çox istifadə olunan filtrlərdən də biri dəmir filtr. Onu göstərirəm, heç bir yazı yoxdur burada. Ancaq dəmirdir, ağ dəmir, üzərində hər hansı bir kod, hər hansı bir yazı görmürük. İndi bu birisinə baxın. Amma orijinal filtrdə burada yazı olur. Göstərirəm sizə, diqqət edin. Daha yaxşı göstərək. Gördünüz? Orada döyülməsi olur. Gördünüz, bax burada. Orada hamısında fikir verin alanda. Burada bu hissələrdən getmir söhbət. Yəni bu hissələrdən getmir. Üstünə hər şey yapışdıra bilərlər. Üstünə hər şey belə. Amma orada əsas məsələ. Yer gəlmişən deyək ki, Hyundai Kia'larda səhv eləmirəmsə. Bu Chevroletdir. Bu Chevrolet üçün. Yəni Hyundai Kia'larda da bu iç hissəsində, burada iç hissəsində Hyundai yazılan.
məsələn. Dəmirə işləmədən gedir Dəmirə söhbət. işləmədən gedir söhbət. Ofislər təbii ki, amma bir məsələ də var ki, sizə deyim, motorun uzun ömürlü, qısa ömürlü olmağında böyük rollardan biri filtrdir. Çünki onun içində dövrəyə gedir, yuxarı verir. Oradan aşağı düşür. Bəzən Ona görə bir məsələ ilə də mən qarşılaşmışam. Alıcı gəlir ən bahalı yağ alır. Filtrə gələndə deyirlər ki, nə olur olsun qoyun üstünə getsin. Yox. Yəni filtr burada filtr əsas faktordur. filtrin həm Əsas böyük rol. güc. Yağı təmizləyən və yağı mühərrikə ötürən təsəvvür et ki, bir balaca detaldır. Deyirsən ki, əslində bu nədir ki bu yəni? Bu deyir bax balaca boy var, damda da Bəli, hə. Yəni bu boyundan böyük işlər gəlir yəni. İndi biz üçüncü ehtiyat hissəsindən danışaq. Alışdırma şamı hər kəs sveç kimi tanıyır. Yəni belə deyir də, yəni ki, Rus formasında. Alışdırma şamları bəzən burada platin olur və yaxud buna bənzər sadə alışdırma şamları olur. Və o da bazarda hər markada, hər firmada alışdırıcı var. Burada siz necədir? Orijinal söhbəti deyil. Nə söhbətidir? Yaxşı mal, pis mal söhbəti. Yəni burada orijinal, yaxşı. Aha. Biz orijinal deməyək də, pis, normal, yaxşı. Niyə orijinal demirik? Müştərinin cibinə uyğun, belə deyək. Bəs yaxşı, Pərviz, orijinal mal ümumiyyətlə yoxdur bazarda. Orijinal mal, nə bilim, orijinal mal məncə yoxdur. Məncə yoxdur. Orijinal mal məncə yoxdur. Yaxşı mal var. Yaxşı mal var. Yaxşı mal. Sırf alışdırıcı şamlarda orijinal mal o deyil. Yəni orijinal malı oturub fikirləşəndə mən belə deyək də maşının istehsal olunduğu ölkədə bu orijinal mal 5 manatdır, bizə gəlir 4 manata satılır. Bu inandırıcı söhbət deyil də bu. Oturaq qoya bu girirsən baxırsan görsən ki, orada 5 manatdır. Burada gətirir bunu sənə verir ki, alır 4 manatdır, sən də qoy 1 manat 5 manata satın. Elə deyil. Bu necə ola bilər ki, bunun yol xərcləri var, bura gəlməyi var. Yaxşı mal, pis mal söhbəti var. Yaxşı mal. Bir də yaxşı mal, pis mal deyəndə Pərməz bir sənə demək istəyir. Hər kəsin daha başa düşəcəyi formada deyək. Yəni özünü təsdiqləmiş firma var, özünü təsdiqləməyən, yəni daha çox məsəl üçün satıcıdır. Bilir ki, talım ki, bunun əlində A və B variantı var. B variantından istədiyi formada, məsəl üçün bundan tam ki ay ərzində satır, 100 dənə satıbsa, bundan tam ki eyni formada 100 dənə də bundan satıb. Amma padarjinalda özünü təsdiqləməyən firmadan gəlir 50 nəfər şikayət edirsə, bu birisindən şikayət gəlmirsə, deməli bu yaxşı maldır. Yəni bazarda bu formada müqayisə olunur. Yəni bu formada müqayisə olunur. Amma onu da deyim ki, yeri gəlmişkən, elə mənlə qardaşım da razılaşar ki, o həmin bayaq dediyimiz Hyundai Kia markası söhbətidir. O həmin alışdırıcı şamların da üzərində olur. Karabkasını işləyirlər və sən eləməsən ki, bu Hyundai'dan ötürüdür. Yəni o da bunun başqa variantı yoxdur. Mən orijinal almışam. Orijinal deyil. Yox. Yəni ona heç vaxt almam. Belə deyək də, müştərini də qınamalı deyil. Müştəri nə bilsin ki? Həqiqətən verməz. Elə bir vəziyyət yaranıb ki, və mən bəlkə də mənlə razılaşarsan, yəni razılaşmasan da öz subyektiv fikrindir. 5-10 il bundan qabaqla müqayisədə indi bazarda sən yaxşı mal tapmaqda zülm çəkirsən. Bax, gəlir mağazində dəfələrlə oturmuşam, gəlir, qardaş yaxınlaşır, salam. Mən firmaya zapças gətirmişəm. Nətər eləyək, qardaş, neyiniyək? Gəl, məndən zapças da al, məsəl üçün, yaxşı, ehtiyat hissəsini məndən al, heç nə, mən sənə daha yüksək faiz verirəm, məsəl üçün. Bu birisi nəyə oxşuyur? Sözünü kəsirəm, üzr hesab edəsin. Bu, həkimə gedirsən, sənə resept yazır. Firma ilə işləyən insafsız həkimlər də var. İnsaflı olan, vicdanən öz vəzifəsini yerinə yetirən, xəstəyə lazım olan dərmanı yazan həkimlər də var. Eyni həmin vəziyyətdir. İnsan, elə adam var ki, o gözü acdır, istəyir ki, kifayət qədər daha çox qazansın, daha çox qazansın. Onun üçün maraqlı deyil müştəri. Amma elə insanda var ki, deyir, bu müştəri mən burada işləyirəmsə, daimi mənim çörək yerimdirsə, mən müştəri gətirməliyim, özümdə müştərini saxlamalıyam. Bax, bu məsələ var. Məsələ nədir? Gəlir, deyir ki, mən sənə daha çox faiz verəcəm, məsəl üçün, mənim malımı sat. Gəlir, deyək ki, mağazin də onu götürür, qardaş gedib xaricdən bir qazel mal alıb gətiribdir, zəng vurursan, deyək ki, sən də götürdün, onu satdın, təriflədin müştəriyə, təriflədim sənə, dedim ki, yox, bunu gətirən oğlan çox yaxşı oğlan idi, sözündə düz adamdır. Təriflədim, satdım, düzdür. Sabah zəng vurursan ki, onda məsəl üçün də bu malı gətirdir, mən onun işlə məşğul deyiləm. Gördünüz, ortada kim qaldı? Yəni, sən müştəri ilə üz-üzə qalan, satıcı qalan, o öz qazancını qazandı, çıxdı, getdi. Yəni,
Sən də bu satıcının yerini tanıyırsan. Amma olur da Gəlib ki, buradan artıq bundan danışacaqsan. olur da ki, məsələn, bir ara bazara gəlmişdi, elə bir şey gəlmişdi. Yağ filtrləri, hava filtrləri məsələn gətirən adam var idi. Çox qəşəng malı var idi. Çox qəşəng mal var. Çox əla mal, əla çıxırdı. Keyfiyyətli idi. Bazarda qala bildi Fərməz yoxsa? Yox, bazarda qala bilmədim məsələn. Niyə? Səbəb nə idi? Səbəblərim vallah bilmirəm, amma məsəl üçün belə variant da olur, elə variant da olur. Bazarda qalmama səbəbini hardasa mən fikirləşirəm ki, bax bu formada bayaqki misal göstərdiyimiz o dırnaq arası Ona sərf satıcılar. eləmir bazarda qalmaq məncə. O gətirdiyi, məsəl üçün burada o qazana bilməz idi. Bazarda qalsaydı. Yəni qazana bilmir. Farkıdır bazarda o Çünki güc varsa. bugünkü gündə ümumiyyətcə insanların psixologiyası nədir? Ucuz. Sırf gəlir qardaş 70 minlik maşınla gəlir qardaş deyir ki, məsəl üçün buna gedir deyək ki 8 litr yağ. Düz deyil. Deyir 8 litri elə ki 100 manata gəlsin də mən. Deyirəm qardaş, sən bunu tökəsən buna. 70-80-100 minlik maşın sürürsən sən. Bəli. Gəlib nə? Siz inanasız var elə adamlar. Vay, Dəfələrlə vay, də vay. bugünkü gündə yəni belə pismasında düzgün deyil də. Yəni mən o götürüm çəkim kiməsə görsədim ki, gizlindən ki bu adam girdi içəri bu maşınlandı. Girib içəri deyir ki, mənə 8 litr yağ ver, 100 manat eləsin. Bundan məsələ çox imkanım yoxdur. Adam öz şoka düşür. Qardaş sən bu Və təsəvvür edin ki, belə alıcılar artıq mütəmadi formada müraciət edəndə satıcı da baxır ki, qardaş, mən yaxşı məhsulu qoymuşam, bura yaxşının üzünə baxan yoxdur. Gələn elə ancaq o ucuz mala qaçır. Mən yaxşını qoyuram, burada arenda verir və yaxud müəyyən bəli. problemləri var, raskodu var və s. və s. Bunu görür ki, yaxşı mal satmaqla bu problemlərini, bu qazancını bu əldə edə bilmirsə, Xeyr. məcburdur ki, tələbat nəyədirsə, Hə. gətirib o tələbatın nəyə çox olduğu, o həmin o məhsulu qoyur bura ki, qardaş, gələndə mən yox deyə bilməyim o müştəriyə. Məsələ bax budur. Yəni, Yağ filtri, bunu deyirsən ki, məsəl üçün də Hə. belə deyək. Bunun giydirməsi ilə pis malla, yaxşı malın qiymətini deyirsən ki, qardaş, bu qiymətdədir, bu qiymətdədir. Deyir yox, mən ucuz deyirəm, orada 3-4 manat fərq var deyir. Hə, o 3-4 manat fərqi bəzən çox cılızlaşdırırlar, amma fikir vermirlər ki, burada fərq varsa deməli burada şübhələnməyə dəyər, burada bir əsas var. Yəni əgər dəyərli Avtosaz izləyiciləri, bu dəqiqə bazarda avtomobil ehtiyat hissələrinin satıldığı təbii ki, birinci əl yeni ehtiyat hissələrindən gedir söhbət. Yəni bazarda hər mal var. Hər Ya özünü təsdiqləmiş firma və satıcı sizə oradan da insaflı satıcıdırsa, indi insaf qalıb onun özünə. Sizə məhsulu satanda mütləq şəkildə diqqətli olun. Ən azından biz ilkin olaraq, vizual olaraq bildiklərimizi sizə belə göstərməyə çalışdıq ki, bu məhsullar daimi istifadə olunan məhsullardır. 4000-dən 5000-dən biz bilirik ki, bir yağ dəyişir. Allah şükür bizim də yanacaq artıq o yanacaq deyil deyə, əksəriyyət 92 ilə və s. Bizim alışdırıcı şamlar da əvvəlki kimi 15-20 min sürə bilmirsə. Xeyr. 7-8 mindən biraz qala Amma belə deyək də, bir tərəfdən müştəri də bir tərəfdən haqlıdır. Məsələn, belə mövzularda, belə hallarda mən sizə deyim də, yaxşı ki, qoyaq avtomobilə 150 manatlıq şamlar. Düz deyil. Bunu 92 benzinlə sürsən. Yenə də olur həmin şey. Yenə olacaq həmin şey. O elə həqiqətən orada hər bir gün də əsas sən var. bunu 95 ilə sürə bilmərsən axı. Həqiqətən orada bir əsas var ki, bir həqiqət var ki, deyir qardaş, mən onsuz da alıram, aparıram bunu, bu yanacaq bunu məhv eləyir də. Mən nə edirəm ki, mənə bir ay 2 ay işimi görsün və yaxud sürdüyüm yağın kilometrajı qədər 5-6 min getsin. Yağı dəyişəndə yenə də onu dəyişəcəm. Bax o əsas götürürlər, o məntiqlə də müraciət edirlər. O mütləqdir ki, hər dəfə yağ dəyişiləndə hava filtri dəyişilsin. Aha. Yəni mütləq şəkildə hava filtrinin avtomobildə çox adam laqeydli yanaşır bu məsələyə. Hava filtri. Hava filtri 100% şəkildə dəyişilməlidir. Mənim maşınım niyə boğulur, niyə getmir? Boğulur. Siz inansız elə bir halları olubdur ki, mağazin qabağında saxlayıb maşını gecə saat, axşam saat 8-də 9-da. Deyib mənim maşınımda boğulma var. Yəni özüm şahid olmuşam. Hava filtrini ver dəyişimdə demişəm. Öz-özümə yəni mən belə deyək demişəm, ala dəyiş qardaş, amma onluqdur. Deyib yox, yəni məncə onluqdur. Hər şey dəyişmişəm. Gözümün qabağında hava filtrini dəyişib, deyib bir kruk sürüb gəlibdir, deyib qardaş maşınım düzəldi. Maşın oldu. Hocam sən nə danışırsan? Hava filtrinə görə yəni hava filtrinin maşında yəni o qədər mi rolu var? Yəni ən xırda məncə detalın belə rolu var. Çünki mühəndis onu elə belə fikirləşməyib orada. Yəni qısası biz sizin vaxtınızı çox almayaq. İstəmirik ki, video həddindən artıq uzun çıxsın. Ona görə də biz mütəmadi olaraq təkcə bu ehtiyat hissələri ilə bağlı deyil, günlük və ümumiyyətlə ildə bizim tez-tez müraciət etdiyimiz, adını çəkmədiyimiz ehtiyat hissələr də var ki, o ehtiyat hissələri ilə bağlı bilmədiyiniz məqamları biz qardaşımız Fərəməzlə sizin diqqətinizə çatdıracağıq ki, maariflənəsiniz və biləsiniz ki,
şərt o deyil ki, biz demirik ki, gəlin mütləq bu qardaşın mağazasından hansısa Xeyr, bir məhsul alın. Hara gedirsiniz gedin. Rayondan da bizə Sadəcə baxanlar var, diqqətli olmaq bölgələrdən lazımdır. bəri baxanlar var. Mütləq şəkildə diqqətli olaq, çünki artıq dövr o devir deyil ki, biz gözümüzü yumaq gedək, pulumuzu verək, bilmədiyimiz məhsul və s. Bəli, Bizi bir də izləmədə ki, qalın. avtomobil Tələmizin sözü var. avtomobil boyaları haqqında da inşallah. Növbəti videoda avtomobil boyaları və Avtomobil boyaları. Tələmizin özü həm də peşəkar maliyardır. Bu arada elə sözünün də qüvvəti mən olaraq onu tamamlamaq istəyirəm ki, həm avtomobilin təmirində, maliyar işlərində Onun üçün ayrı bir video çəkərik. Nə etməlisiniz? İnanın, traskanın bozarmağında mən deyəcəm, siz inanmayasınız. Ən çox avtomobilin sahibinin günahı böyükdür. Deməyəcəyik, amma növbəti video Bəli, çəkəcəyik. gələn dəfəyə, öz əlinizdədir. İstəyirsiniz keyfiyyətsiz kraska ilə rənglətdirin maşınınızı. Bozar maşın kraskası. O sürücünün əlindədir, avtomobil sahibinin əlindədir. Bəli. Niyə əlindədir? Özü bu yay aylarıdır, mən onu sizə momentidir, belə deyək də. Əsas sezondur, onu göstərəcəyik. Bəli. Bir də ki, o malıya qoyub yapışdırırlar dəmirin üstünə. O detallar hamısını Fərəməz bir-bir göstərəcək. Bizi izləmədə qalın. Avtosazı izləyin, abunə olun. Özünüzə yaxşı baxın. Bizim bu tipli mövzularımız gəlsin. Bizi izləməklə təbii ki, abunə olmaqla siz dəstək olmuş olacaqsınız və bu tipli videolarımızın ardı gələcək. Hələlik. Sağ olun.